İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji asılılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcək. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı. Today Press xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev öz Facebook sosial şəbəkə hesabında yazıb. O, martın 5-də Prezident İlham Əliyevin Ankaraya səfəri çərçivəsində Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla görüşünə diqqət çəkib. Bildirib ki, görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət kəsb edir. Stat: Ankarada hər iki lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar. Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və bu iki dövlət bir-birinə hər cür dəstək vermək əzmindədir mesajı verdilər. Statın sonu. Parlamentarinin qənaətincə, bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh yaratma missiyasını dəstəkləyir. Azay Quliyev Türkiyənin rolunu həm də Türk Dövlətləri Təşkilatı kontekstində dəyərləndirib. Stat: O da həqiqətdir ki, bugün Yaxın Şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və töhfəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan və bütövlükdə Türk Dövlətləri Təşkilatı üçün də yeni imkanlar deməkdir. Hazırda biz dünyada yaşanan çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik edirik. Statın sonu. Qeyd edək ki, martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib və Ankarada Prezident Ərdoğanla iki tərəfli görüş keçirib. İki ölkə başçısı İğdır-Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılış mərasimində iştirak ediblər. Töhfə Səməd, Namiq Abbasov, Today Press.